Kəlbəcərin möcüzəsi təmiz havası, sərin bulaqları, min dərdə dəva çiçəkləri, əzəməti, enerjisi ilə Bakıya gəlib. Kənd Baba Kəlbəcər balını sizə yollayıb. Kənd Babanın Kəlbəcər balı Duty Free-nin, Port Bazarın bəzəyidir, balların şahıdır. Kənd Baba Kəlbəcər təbiətinin ürəyindən süfrənizə süzülən ruhdur. İndi sifariş edin. Vallah, əsl Kəlbəcər balı hər zaman tapılmır. Salam, hər vaxtınız xeyir olsun, dəyərli Mediatürk TV izləyiciləri. Bir daha xoş gördük. Gündəm masada verilişi ilə sizin qarşınızdayıq. Studiyada İllər İsmail hər zaman olduğu kimi ən önəmli mövzuları və gedişata uyğun baş verənləri müzakirə etməyə çalışacağıq. İlk saniyelərdən daimi tamaşaçılarımıza ən önəmli ricamızı xatırladırıq. Yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, müzakirə edəcəyimiz mövzuların gerçəklikləri daha geniş auditoriya Mediatürk TV vasitəsilə izləyə bilsin. Bu saat olan buraxılışımızın isə dəyərli qonağı Ədalət Partiyasının sədri Mütəllim bəy Rəhimli bizimlə birlikdədir. Salamlayırıq. Hər vaxtınız xeyir olsun Mütəllim bəy. Hər vaxtınız xeyir. Tamaşaçılarımızı da salamlayıram. Çox sağ olun və təşəkkür edirik ki, dəvətimizi qəbul edib studiyamızdasınız. Ən önəmli hadisələr, baş verənlər Cənubi Qafqazda xüsusilə yaşananlar diqqət çəkir. Azərbaycan nümayəndə heyəti geniş bir tərkibdə İrəvanda oldu. Azərbaycan Baş Nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana olan, belə deyək, müəyyən təbii ki, bu baxımdan nəzərdə tutulmuş heyətlə bir araya gəldi. Ermənistan tərəfindən isə təbii ki, Baş Nazirin müavini necə ki, Azərbaycanda Şahin Mustafayev, Ermənistan tərəfindən isə Miqer Qırqaryan sədrlik edirdi. Geniş şəkildə müzakirələr, razılaşmalar, danışıqlar və bir çox məsələlər istiqamətində geniş şəkildə ətraflı formada bir nəticələr ortaya çıxdı. Təbii ki, bunlar hamısı sevindirir. Bölgədə bugünkü prosesi görmək istəməyənlər, qəbul etmək niyyətində olmayanlar və hər an bu prosesi pozmağa hazır olan qüvvələrin sayı da göz qarşısındadır. Bunlar kimlərdir? Hansı qüvvələr buna mane olmağa çalışırlar, əngəl törədirlər? Hətta bununla bağlı da bəzi detallar da açıqlanıb. Xüsusilə Qərbdə erməni lobbisinin yenidən fəallaşmasını görürük. Bununla əlaqədar analitik təhlil yazılar da təqdim olur. İstərdim bunlardan birini ilə tamaşaçılarımıza ilk dəqiqələrdən təqdim edək. Həmçinin Ermənistanda yenə də müxtəlif qüvvələr hakimiyyətə gələrək Azərbaycanla yeni müharibəyə hazırlıq proseslərini başladılar. Elə buradan verilişimizə keçid eləyək. Yəni Ermənistanda kimlər, hansı qüvvələr hakimiyyətə gəlib Azərbaycanla müharibəyə başlamaq istəyirlər və onlara Avropada, Qərbdə müəyyən erməni lobbisinə necə dəstək nümayiş etdirilir. Yəni bu ayrı-ayrılıqda iki xəbər var, amma bunların bir-birinə uyğunluğu olduqca yüksəkdir. Çünki bir tərəfdən həm Ermənistan daxilində qarşılıqlıq yaratmaq istəyirlər, seçkilərdə Paşinyanı devirmək, bu qüvvələrin aktivliyi müşahidə olunur. Başqa bir yandan da kənardan bu prosesləri qızışdıran və daha da alovlandıran qüvvələr var. İlk növbədə Ermənistan daxilində baş verənlərə nəzər yetirək, daha sonra isə bu alovu, belə deyək, yenidən bölgəyə gətirmək, münaqişəyə başlatmaq istəyən qüvvələr kimlərdir? Bununla bağlı detallara nəzər yetirəcək. Bəli, 3 nəfərin adı çəkilir. Hakimiyyətə gəlsələr Azərbaycanla müharibə olacaq. Ermənistanda gözlənilən seçkilərdə xarici aktorların bu və ya digəri siyasi qüvvəyə birbaşa dəstəyi demokratik prinsipləri pozmur. Bu sözləri erməni politoloq Rair Manukuyan deyib. Ekspertin sözlərinə görə Avropa İttifaqı Rusiyanın iyunun 7-sində keçiriləcək parlament seçkilərinə müdaxiləsinin qarşısını almaq üçün hərəkətə keçib. Radikal müxalifət Avropa İttifaqı rəsmilərinin Ermənistana səfərlərindən narahatdır. Çünki yaxşı bilirlər ki, onların Nikol Paşinyanla münasibəti müsbətdir və Ermənistan baş nazirinin müsbət mənada təqdim etməyə çalışacaqlar. Amma Avropa rəsmiləri ehtiyatlıdırlar. Açıq şəkildə dəstək bəyanatları verməyəcəklər. Manukuyan hesab edir ki, Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Sarıkuyan hakimiyyətə gəlsə sülhü pozacaq və Ermənistan Azərbaycanla yeni müharibəyə başlayacaq. Artıq ekspertlərdən də, politoloqlardan da bununla bağlı çağırışlar gəlib. Yəni adı çəkilən şəxslər Sarkisyan, Köçəryan, keçmiş Qarabağ caniləri və Rusiyanın daim himayə etdiyi bu qüvvələr, eyni zamanda bunların içərisində Qaqik Sarıkuyanın da adı keçməkdədir. Yəni bunlar Ermənistanda iqtidara gəlsələr, Paşinyan devrilsə, Azərbaycanla yeni müharibə başlaya bilər. Artıq bunun da xəbərdarlıqları səsləndirilir. Başqa bir tərəfdən də məhz Paşinyanı uzaqlaşdırmaq üçün yenə də fəallıq nümayiş etdirən qüvvələr var. Bunlar da
erməni diasporunun xüsusi fəaliyyətləri ön plana çıxmaqdadır. Barel mənim komandamın üzvüdür, Paşinyanı uzaqlaşdırmaq lazımdır və s. iddialar da erməni diaspor təşkilatları və lobbisi tərəfindən artıq səsləndirməyə və onların Avropadakı bəzi əlaltıları da konkret Paşinyan əleyhinə də fəaliyyətlərini indiki məqamda da geri çəkmək istəmirlər. Yəni Paşinyan bir tərəfdən qərb meyilli qüvvə kimi təqdim olunur, qərbdə onu dəstəkləyənlər varsa da, başqa bir tərəfdən də onun əleyhinə kampaniyanı təşkil edən qüvvələrin də fəaliyyətini görürük. Avropa siyasətində rəzillik davam edir. Minval Politico'nun əldə etdiyi sensasiyalı video görüntülər, fotofaktlar Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Thomas'ın əks olunduğu video görüntülərdən gedir. Hal-hazırda fotoları və videoları sizə nümayiş etdirir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq şəkildə məlumatlar təqdim edirlər. Əvvəlcə gəlin görək Luis Ocampo kimdir? Azərbaycan auditoriyasına onun xüsusi tanıtmağa ehtiyac duymuruq. Argentina vətəndaşı prokuror vəzifəsi və böyük qalmaqallarla bu vəzifəni tərk edən şəxs son illər pullu erməni lobbisinin tərəfdarlarına çevrilib. Bu şəxs yeni sponsorlarının sifarişlərini yerinə yetirmək üçün hər şey hazırdır. Açıq-aydın fakelər yaymağa da, yalanlar danışmağa da və ksenofobiya, islamofobiya üzərindən manipulyasiyalara da əl atır. Onun bu utanç verici fəaliyyəti haqqında da biz çox danışmışıq, lakin indi istifada olan prokuror ətrafındakı qalmaqal yeni rənglər almağa başlayır. Ocampo'nun oğlu söhbət zamanı açıq şəkildə məqsədlərini açıqlayır. Biz nail olmalı olduğumuz şey Paşinyanı, yəni baş naziri vəzifədən uzaqlaşdırmaqdır. Daha bir maraqlı fakt isə Luis Ocampo'nun özünün açıqlamasıdır. Videoda da deyilir ki, o çəkinmədən bu sözləri dilə gətirir. Əgər belə işlərlə məşğul olan bir şirkətin varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O hüquq müşaviri olub, həm söhbət bu məsələləri dəqiqləşdirir, Bareli işarə verir və Barel mi olduğunu bunun soruşur. Ocampo isə heç bir tərəddüd etmədən cavab verir. Bəli, elə həmin adam Bareldir. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar von der Leyenə də təzyiq göstərə, beləliklə Avropa siyasətini formulaşdıra bilərəm. Yəni bunlar arasında söhbətdən məlum olur ki, məhz Avropa İttifaqı daxilində də bəzi qüvvələr Azərbaycan əleyhinə qarayaxma kampaniyasını həyata keçiriblər və bunlardan biri də xüsusilə də Josep Borrell olub. Biz haqlı olaraq suallarımıza cavab verilməsini gözləyirik. Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları təqdim etdiyimiz bu mümkün korrupsiya faktlarını araşdıracaqmı? Bu faktlar təcili və hərtərəfli istintaq tələb edir. Belçika xüsusi xidmət orqanları adı çəkilən şəxslərin Avropa Parlamentində fəaliyyətini araşdırmalı. Borrell, Ocampo və digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə çıxarmalılar. Yəqin ki, Ermənistan mediası da ölkə daxilində bu məsələni araşdırmalı və hibrid təhdidlərə qarşı tədbir görməlidir. Yəni bu qüvvələr də birləşərək Paşinyan hakimiyyətdən devirib Azərbaycanla yeni müharibəyə və bölgəni qarışdırmağa çalışırlar. Yəni Avropa İttifaqı daxilində də belə saxta korrupsiya əməlləri ilə, fəaliyyətlərlə məşğul olub bölgədə gərginliyi artırmağa çalışan qüvvələr var. Bu istiqamətdə xəbərləri təqdim etdik. İndi isə müzakirəmizə keçid edəcək. Müsəllim bəy, ilk saniyələrdən həm tamaşaçılarımıza, həm sizə yaşananlar Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəni biz çatdırdıq. Sizcə bu xəbərdarlıqların olunması, Avropa İttifaqı daxilində belə qüvvələrin zamanında iş başında olması və prosesləri yenidən müharibə gərginliyyətinə gətirib çıxarmasına yönəlik addımlar atması yönündə konkret olaraq indi bu faktlar ortaya çıxırsa, bu bugünkü proseslərə, dünən də baş nazirlərin müavinləri arasında görüş, geniş nümayəndə heyəti razılaşır, danışıqlar keçirilir. İndiki vəziyyətə necə, hansı şəkildə təhlükələr yarada bilər sizcə? Əvvəla Heydər bəy, biz Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşündən başlayaq. Bu görüşün keçirilməsi, belə deyək ki, artıq sıradan bir görüşə çevrilib. Çünki indiyə qədər Azərbaycan və Ermənistan nümayəndələrinin bir sıra ardıcıl görüşləri keçirilib. Hətta hökumət səviyyəsində, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri səviyyəsində. Amma bu, dünən keçirilən görüşün mahiyyəti tamamilə əvvəlkilərdən fərqlidir. Bu nəyə hesablanıb? Biz bu görüşün artıq yeni bir mərhələyə qədəm qoyduğunu ifadə etməliyik. Yəni, onun əsas məzmun mahiyyətini tamaşaçılarımıza çatdırmalıyıq. Digərlərindən fərqlənir. Bu da ondan bağlıdır ki, əgər indiyə qədər Azərbaycanda Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı müəyyən işlər görülübsə, bu olduqca təqdirə layiqdir. Biz bu işləri müşahidə etmişik. Amma dünənki görüşdə artıq konkret fakt üzrə sərhədlərin delimitasiyasından danışmır. Bu prosesi aparmaq üçün təlimatların hazırlanmasından söhbət gedir.
Bu da niyə mühüm, əhəmiyyətli bir görüş olduğunu mən qeyd edirəm. Ona görə ki, biz epizodik olaraq bu prosesi aparırdıq. Bu prosesə də kənar müdaxilələr bu və ya digər şəkildə təsir göstərirdi. Ya bu prosesi saxlayırdı, yaxud da sürətləndirirdi. Yəni, kənar güclər Azərbaycan və Ermənistana təsir göstərərək bu iki ölkə arasında sülh prosesinə daha çox təsir göstərirdi, xüsusilə də Ermənistana. Amma bundan sonra tərəflərin əlində danışıqlara aparmaq üçün, üzrəsəm, o cümlədən sərhədlərin delimitasiyası üçün bir təlimat hazırlanacaq. Biz bu təlimat üzrə hərəkət edəcək. Azərbaycan və Ermənistan hökuməti artıq kənar müdaxilələrin demək olar ki, tamamilə qarşısını alacaq. Mənim üçün dünənki görüşün, Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşün önəmi xüsusilə bununla bağlıdır. Biz epizodik və yalnız ictimai, siyasi, hərbi situasiyanın təsiri sferasında qərarlar qəbul edəməyəcəyik. Əlimizdə təlimatlar olacaq, delimitasiya necə aparılacaq, sərhədlər necə müəyyənləşdiriləcək, nümayəndə heyətləri necə görüşəcək, sərhəd delimitasiya prosesi necə ifadə olunacaq. Bütün bunlar artıq yazılı şəkildə tərəflərdə olacaq və tərəflərə bölgədə maraqlı olan qüvvələrin təsiri demək olar ki, minimuma endiriləcək. Bu görüşün ən uğurlu tərəfi bununla bağlıdır və buna görə də biz artıq Ermənistanda və Ermənistanın güya qərbdəki müəyyən havadarlarının səsinin daha ucadan çıxdığını görürük. Bunları mən daha çox erməni lobbisi adlandırırlar, amma mən bunları daşınak sütunun qalıqları adlandırardım. Çünki bu qüvvələr 1985-ci ildə Romada özlərinin keçirdiyi qurultayda Ermənistan ərazisinin hardan genişləndirilməsi ilə bağlı bir qərar qəbul ediblər. Bunlar iki fikir vardı. Gürcüstanda Cabaxati ərazisinin, yoxsa Azərbaycanda Qarabağda. Və demək olar ki, çox az səs çoxluğundan həmin o daşınaklar Ermənistan ərazisinin böyüdülməsini Qarabağ ərazisindən başlamağa qərar verdilər. Və bu gün də həmin o uydurma və cəfəng ideyaların üzərində dayanırlar. Biz nəyi müşahidə elədik indiyə qədər? İndiyə qədər açıq şəkildə görsəndi ki, bu qüvvələrin fəaliyyəti Ermənistana yalnız bəlalar gətirib. Birinci, Ermənistan regional layihələrdən kənarda qaldı. İkinci, Ermənistan regionda demək olar ki, bir blokada şəraitində qaldı. Müəyyən ölkələr onu bir dövlət kimi tanımadılar. Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və eyni zamanda qonşu ölkələrlə regional ticarət əlaqələrindən Ermənistan məhrum oldu və beləliklə Ermənistan dünyaya çıxışını itirdi, belə demək mümkündür. Amma Paşinyanın gəlişi ilə hesab edirəm ki, Ermənistan bir nəfəslik qazanıb. Çünki hadisələrin gedişi onu göstərirdi ki, artıq Azərbaycan silahlı qüvvələri kifayət qədər güc toplayıb və bu güc də artmaqda davam edir. Azərbaycanın özünün siyasi və hərbi müttəfiqləri var. Bunun müqabilində Ermənistanı regionda bir vasitə kimi istifadə edən qüvvələr Ermənistana səmimi olaraq o köməyi göstərməyəcəklər və Ermənistan öz ərazisinə çəkilməyə məcbur olacaq. Biz bunu təbii ki, 2020-ci ildə gördük əyani şəkildə. Amma Ermənistanda yenə də o revanşist qüvvələr var ki, xəyallarla yaşayırlar. Böyük Ermənistan, iki dəniz arasında Böyük Ermənistan dövləti kimi ideyalarla ermənilərin beynini, yeni doğulan uşaqların beynini zəhərləyirlər. Üstəlik, Ermənistanda yeni doğulan uşaqlara türklər bizim düşmənimizdir ideyasını aşırırlar. Bunlar Ermənistanın gələcəyi üçün bir təhlükədir. Və bunların da böyük əksəriyyəti Ermənistandan kənarda məskunlaşıblar. Bunlar bu insanlar döyüşlərdə həlak olunurlar, yaxınlarını itirmirlər. Sadəcə olaraq bir xəyallarla, topik ideyalarla yaşayırlar və sıravi erməniləri ölümə məhkum edirlər. Və bugün də onlar tutaq ki, Paşinyan əleyhinə bir kampaniya aparırlar, xüsusilə də qərbdə. Paşinyanın erməni maraqlarını ifadə etmədiyini bildirirlər. Amma belə bir təəssürat yaranır. Amma mənim zənnimcə, bəzən bu qüvvələrin biz Ermənistanı qoruduğunu da müşahidə edirik. Xüsusilə nədir? Siz də bayaq qeyd elədiniz. Belə deyək ki, Koçaryan, Sarkisyan və digərləri, bir neçə nəfərin adı çəkilir, siz 3 nəfəri qeyd elədiniz. Bunlar hakimiyyətə gələrsə, Azərbaycanla yenidən müharibə başlamaq ehtimalı var. Bizim üçün Ermənistanla müharibənin
heç bir təhlükəsi yoxdur. Siz təsəvvür edin ki, Azərbaycanın hərbi qüdrəti, müttəfiqləri, Ermənistanın hərbi gücü və müttəfiqlərinə nəzər salaq. Əgər belə bir müharibə başlasa nə baş verər? Biz bunun sonunu təbii ki, ağıllı insanlar təhlil etməlidirlər. Demək olar ki, Ermənistan indiki ərazisini də itirə bilər. Biz ağıllı və məntiqli şəkildə belə bir mülahizə irəli sürə bilərik. Ermənistanın o gücü və qüdrəti varmı ki, Azərbaycanın hücum edəsin? Belə bir atəşkəs pozula bilər. Sülh müqaviləsi uzana bilər. Amma erməni ordusu Ermənistanın içərisində məhv olunur və Ermənistanın bir dövlət kimi mövcudluq təhlükə altına düşür. Xüsusilə indiki dəyişən dünyada bunun olması olduqca reallıqdır. Belə olan halda erməni sevən siyasilər, ideoloqlar və ermənilər çıxış yolunu nədə görməlidir? Azərbaycandan maksimum müharibədən qaçmaq. Biz bir şey bilirik, ermənilər müharibədən qorxurlar. Ümumiyyətlə qorxaq bir millətdirlər, bir xalqdırlar. Və daimi olaraq Sarkisyanı və Köçəryanı göstərməklə deyirlər ki, əgər bunlar gəlsələr, Azərbaycanla müharibə başlayacaq. Bu, Azərbaycana meydan oxumaq deyil. Mən o anlamda qəbul eləmirəm. Çünki onlarda o güc, o qüdrət yoxdur ki, Azərbaycana meydan oxusunlar. Hətta bizim torpaqları işğal eləyəndə belə Rusların köməyi ilə o qüdrətlər görsənmirdi. Yəni, heç bir Azərbaycanlının belə deyək ki, gözünü qorxuza bilmədilər. Yəni, hər kəs baxmayaraq torpaqlarımızı itirmişdik, yenə də döyüş əzmində idi, mübarizə əzmində idi. Bunlar sadəcə olaraq hesab edirlər ki, əgər bugün Paşinyan olmasa, Ermənistan doğrudan da tənəzzülə düşər ola bilər. Və bu cür informasiyalar Ermənistan dövlətini qorumağa xidmət edir. Bunu səmimi olaraq qəbul eləmək lazımdır. Çünki Paşinyan hakimiyyətdə qalması bəziləri hesab edir ki, Azərbaycan üçün də faydalıdır. Niyə? Ona görə ki, Azərbaycan-Ermənistan arasında müharibə olmayacaq. Axı bu müharibənin olması Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycan xalqının mənafələrinə heç də zərərli deyil. Biz tarixən görmüşük. Müharibələr həmişə fəlakət gətirmir ki. Düzdür, müharibələr faciələrlə nəticələnir. Burada insanlar ölür. Amma müharibələrin dövlətin və xalqın inkişafında müstəsna əhəmiyyətini də biz tarix boyu şahid olmuşuq və bunu da danmaq olmaz. Əgər bugün o müharibə baş verərsə, Azərbaycan dövləti genişlənir. Və Azərbaycan ən azından 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisinə sahib ola bilər. Və bunu da erməni ideoloqları çox gözəl bilirlər. Ona görə bizim burada itirəcəyimiz bir şey oldu. Bizim qazanacağımız bir şey var. Bunlar erməni xalqını yalnız belə deyək, bundan qorxuzurlar ki, Koçaryanla Sarkisyan gəlsə, başqaları gəlsə, Azərbaycanla müharibə olacaq. Və şuuraltı olaraq təsir göstərirlər. Bu təsir nəyə hesablanır? Siz gedin Paşinyana səs verin. Paşinyan faktiki olaraq Ermənistanı blokadadan çıxartdı. Uğurlarına baxaq. Bu Qarabağ və ətraf ərazilər Ermənistan tərəfindən işğal olmuşdu. Bəyəm Ermənistan ərazisi idi. Ermənistan 30 il müddətində bu əraziləri kiməsə tanıtdıra bildimi? Azərbaycan ictimai fikrində bu ərazilər bizim deyil deyə bir nəfər də olsun düşünə bildimi? Yox. Bizim hava proqnozunda belə, bizim o cəsur jurnalist camiyyəsini deyirəm, yenə də verirdi ki, Xankəndidə hava necə olacaq, Şuşada, Laçında havanın temperaturu necə olacaq. Bizim yollarda ora gedən lövhələr vardı. Neçə kilometrdir Laçına qədər, Kəlbəcərə qədər. Biz ora qayıdacaq, siz gedəcək. O ərazilər onsuz da bizim idi, sadəcə olaraq biz ora müvəqqəti gedə bilmirdik. Biz o əraziləri fikirən, xəyalən unutmamışdıq. Ən dəhşətlisi bilirsiniz nədir? Fikirlərdə unutmaqdır. Fikirlərdə unutmaqdır. Bizim o torpaqları görməmiş yeni doğulan uşaqlar belə onun xəyalını qururdular. Ora bizimdir deyə yaşayırdılar. Və biz indi söhbət edirik və bunu açıq şəkildə biz Göyçə gölünə qədər Azərbaycanın olduğunu da indi danışırıq. Ermənilər bunu unutmurlar və bunu bilirlər. Erməniləri müdafiə edən o burada geosiyasi marağı olan qüvvələr bunu bilirlər. İrəvanı belə tarixi Azərbaycan şəhəri kimi görürük və biz İrəvan deyirik çox yerdə və bəzən bir çox mətbu orqanlarda da İrəvan yazılır, Yerevan yazılmır. Ermənistandakı bir çox yerlərin adı baxmayaraq ki, sonradan dəyişiblər, amma bizim mətbuatda, bizim yazılarda yenə də qədimi adlarından gedir, tarixi adlarından gedir. Prezident də bu dəfələrlə qeyd etdi ki, bizim ordumuz İrəvana qədər gedə bilərdi. Biz onu edə bilərdik. Mən son anda göstəriş verdim ki, belə bir təbii ki, əməliyyat tətbiq etməyək. Bunun təbii ki, məqamı gözləyirdi ki, ordumuz dərhal İrəvana doğru hərəkət etsin, yürüş etsin. Mənim bir əmrim bəs edəcəkdir ki,
ordumuz İrəvanın mərkəzinə daxil olsun. Prezidentin həmin bəyanatından sonra Azərbaycan və Ermənistan ordularının inkişaf dinamikasına nəzər salın. Azərbaycanın hərbi büdcəsi azalmayıb, artıb. Azərbaycan daha çox silahlanıb, yeni silahlar əldə edib, yeni silahlar istehsal edir, dronların öz ərazisində istehsalına başlayıb. Ermənistan nə qazanıb? Ermənistan nə əldə edib? Demək olar ki, Hansı gücdən bizə müharibə edir? hansı maliyyə, hansı insan resursu və hansı əraziyə istinad edərək və hansı hisslərə, insan hisslərinə, cəsarətinə istinad edərək bizlə müharibə edə bilər. Ermənilərin gözün qırılıb 2020 və 23-cü ildə artıq bunlar məhv olublar. Mənəvi cəhətdən məhv olublar. Bunlar müharibə eləmək gücündə deyil. Xəstə topluluq var, bu barədə prosesləri idarə edə bilir, müəyyən insanların qrupları öz ətrafında birləşə bilir, qondarma erməni soyqırımı kimi müəyyən tədbirlər. Azərbaycan bayrağı, Türkiyə bayrağına təhqiramiz münasibətlər doğrudur. Biz seçkilərə baxdıq, o son seçkilərin seçki 40%-dən bir qədər artıq. Paşinyan, bunu belə bölmək mümkündür məgər? 53%lik göstərici ilə Paşinyan son seçkilərdə qalib gəlmişdi. Səhv edilməmsə 53% idi bu. 47% isə onun əleyhinə idi. Yəni o dövrdə, yəni Qarabağ müharibəsi təzə bitəndə əhalinin 53% Paşinyanı dəstəklədi. 47% isə Paşinyan əleyhinə olan qüvvələrin yanında yer aldı. Yəni o dövrdəki nisbət, yəni təxminən belə idi ki, yəni bunu belə adlandırsa necə olur? 53% Ermənistanda müharibə tərəfdarı deyil, Paşinyanı dəstəkləməklə elə bunu göstərdilər. 53% müharibə tərəfdarı deyil. 47% isə yeni müharibənin, potensial müharibənin baş verməsi, yaşanması üçün belə potensial təhdid olaraq qalmaqdadır. Yəni bu indi bu nisbət sizcə necədir? O 70-in 30-adırmı, 80-in 20-yədirmi, 60-in 40-ı? Hər halda bu seçki nəticəsi göstərir. Amma indidən bugünkü Ermənistan cəmiyyətində əhval-ruhiyyə, qondarma tədbirlər, buna qədər də o keşişin təşkil etdiyi aksiyalar vardı, 10 minlərlə insan bir araya yığışdı. İndi vəziyyət necə ola bilər? Və bunu dəyişdirmək üçün hətta Rusiya öz ərazisindən müəyyən erməniləri də 1000 nəfər, 2000 nəfər və daha artıq 1000-2000-dən təbii ki aşır. Burada 10 minlərə gələn bir rəqəm əmələ gəlir, gəlib çıxan. Sizcə belə bir proses ola bilərmi? Əvvəl onu deyim ki, o dediğiniz rəqəm 47% bu demək deyil ki, müharibə tərəfdardır. Bunun içərisində çox saylı pasiv insanlar var. Mövqeyini ifadə eləməyən və seçkiyə getməyən şəxslər var. Ermənistanda müharibə tərəfdarları var. Bunu açıq şəkildə bildirmək lazımdır. Amma bizim üçün təhlükəlisi nədir? Təhlükəli də ondan ibarətdir ki, bu cür regionu üçün və qonşu dövlətlər üçün təhdid yarada biləcək fikirlər var. Və bu fikirlər yaşayır, bu təhlükəli fikirlər yaşayır. Bunun ən təhlükəlisi budur. Və nə vaxtsa bu intişar tapa bilər. Ona görə bunlar yerindəcə boğulmalıdır və məhv olmalıdır. Bu cür dağıdıcı və region, dünya üçün təhlükəli olan bir fikirlər. Amma bugün həmin fikirdə olan insanların özü təhlükəli deyil. İnsanlar təhlükəli deyil. Niyə? Birinci, onlar müharibədə məğlub olublar. Birinci şərt bundan ibarətdir. Bu bir. İkinci, onlarda kütləvilik alınmır. Türkiyə bayrağının yandırılması hadisəsində belə meydanlara çıxan insanların sayına baxın. Bu, əks tərəflə müqayisədə demək olar ki, olduqca azlıqda qalan bir hissəni təşkil edirlər. Bu bir tərəfdən. İkinci, müharibə tərəfdarları meydana çıxıb müharibə istəyirlər, amma müharibəyə getmək istəmirlər. Ən böyük problemlərdən biri bundan ibarətdir. Əgər vaxtı ilə biz 90-cı illərdə müqayisə eləsək indiki situasiyanı, o vaxt müharibə tələb edən qüvvələr meydanda idi. Koçaryan da hərbdə idi, Sarkisyan da o cümlədən və digərlərdir. Amma bugün həmin dövrdən qalan yaşlı insanlar müharibəni tələb edirlər, amma müharibəyə getmək niyyətində və əzmində deyirlər. Erməni gəncləri isə bu müharibəni istəmirlər. Ziddiyyət burada yaranır. Amma dediyim kimi təhlükəli məqam ondan ibarət ki, fikirlərdə bu cür uydurma və revanşist dəyərlər hələ də qalmaqdadır. Bu regionun gələcəyi üçün təhdiddir. Və bugünkü biz mənzərəyə baxsaq, əslində açıq şəkildə belə görsənir ki, ermənilər müharibə istəmirlər. Amma ermənilər, ümumiyyətlə insanlarda, seçicilərdə belə bir əhval-ruhiyyə var. Hakimiyyətlər dəyişməlidir. Ermənilər bunda daha çox meyillidirlər. Yəni dəyişikliyə, kimlərisə satmağa, dəyişdirməyə, yəni bir millət olaraq genetikasında var. Bu baxımdan bunlar iki seçki hakimiyyətdə qalan Paşinyana səs verməyə bilərlər. Yalnız bu prizmadan yanaşanda.
Və bunu da aradan qaldırmaq üçün erməniləri nə etmək lazımdır? Müharibə ilə qorxuzmaq lazımdır. Və əgər Koçaryan və Sarkisyan gəlsə, Azərbaycanla müharibə başlayacaq. Onda ermənilərin seçimi kimin üzərində dayanır? Və müharibə, təhlükədən həmişə qorxan ermənilər mütləq müharibə istəməyən şəxsə səs verəcək. Bir də bu iki xalqın tarixinə baxmaq lazımdır. Bizim qəhrəmanlıq tarixinə baxın. Qəhrəmanlarımız var. İstər dastanlarda, istər real olaraq həyatda olanlar. Amma ermənilərə baxın. Bir dənə gözlərinin qarşısında bir qəhrəmanları var. Onu da qulağını türklər kəsib. Yəni, mənim bir qəhrəmanım var. O da belə bir vəziyyətə düşüb deyə, yəni yarımçıqlıq tendensiyası var. Kim o qəhrəman olmaq istəyər bu xalqlarda? Sizcə? Təbii ki, şuuraltı olaraq heç kim olmaq istəməz və meydana çıxılmaz. Onların o qəhrəmanlıq dastanları yoxdur. Onlar övladlarını qorxu altında böyüdürlər. Qorxun, onlar bizim düşmənlərimizdir, belə bir cəfəng və özlərinə də zərər verəcək ideyalarla böyüdürlər. Biz necə böyüdürük? Biz qəhrəman kimi böyüdürük övladlarımızı. Bu torpaq sənindir. Onlar hissə ilə böyüdürlər ki, bunlar sənə ata-baba var, nəslimə vaxtında Bəli, düşmə kimi. Soyqırım törədiblər. Halbuki qondarma erməni soyqırımından bəhs olunur. Əslində soyqırımı görən yaşayan elə biz olmuşuq. Mart hadisələrindən əvvəl 1905-6-cı il qırğınları, daha sonra deportasiyalar, daha sonraki fəaliyyətlər, müasir dövr, keçmiş dövr, Çar Rusiyası, Sovet Rusiyası zamanında da bu qırğınları, bu müsibətləri çəkən biz, yaşayan biz Türkiyə daxilində də bu soyqırımları törədiblər. Yəni bu cinayətlər Türkiyənin arxasından xəncər saplayanlar da, xəncər vuranlar da Osmanlı son dövrlərində bunlar olub, amma ermənilərin beyninə, yeni doğulan erməni uşaqların beyninə elə bir təsəvvür, elə bir fikir aşılayırlar ki, bağçadan, yəni o məktəbə gəlir, sonra böyür, o əlində sanki bir silah da verirlər ki, sən bunlara qarşı zaman gələcək, yeyib döyüşəcəksən. Hətta belə görüntülər də biz şahid olurduq. Bəzən 44 gün Vətən savaşı bitdikdən sonra yeni doğulan erməni gəncləri, daha doğrusu yeni cütlüklər, ailə quran erməni gəncləri əllərində silahla müəyyən bir fotolar falan paylaşırdılar ki, güya ki, siz gələcək. Bu da bir mesaj idi ki, biz nə olsun, bu müharibədə uduzmuşuq, gələcəkdə qalib gələcək və s. Hətta Qarabağa yerləşdirilmiş bu dırnaqarası sülhməramlı missiya var idi ki, ora gedən erməni uşaqlarının əlinə, bir 4-cü sinifdə, 5-ci sinifdə uşaqların əlinə silah verirdilər. Təsəvvür, o görüntülər də bir şahid oldu. Yəni, belə bir təsəvvürlər də zamanlı etibarilə olub. Təbii ki, ermənilər soyqırım ifadəsindən istifadə edərək dünyanı aldatmaq istəyirlər, amma bütün dünyada gözəl bilir ki, soyqırım nədir. Mən istəyirəm ki, izah edeyim ki, soyqırımın hər hansı bir millətdən 100 nəfər, 1000 nəfər ölübsə, bu soyqırım demək deyil. 1915-ci ildə ermənilər faktiki olaraq, siz dediyiniz kimi, Türkiyəyə arxadan xəncər vurmaq istəyirdilər. Rumlarla ingilislər hücum edirdilər, ermənilər də bunlarla birləşirdilər. Və ikinci də, cəbhə bölgəsində yaşayan ermənilər, kəndlərdə yaşayan ermənilər bu müharibənin qurbanına çevrilirdi. Burada Türkiyə rəhbərliyi sadəcə olaraq erməniləri qorumaq üçün onları Türkiyənin içərisinə doğru köçürməyə başladı. İki səbəbə görə. Birinci, düşmənlərdən birləşməsin, çünki bunlar satqındılar. İkinci də ondan ibarətdir ki, bu dinc ermənilər burada öldürülməsin. Bu, bunların onlara qarşı fədəkarlığı deməkdir. Və təbii ki, belə böyük köçdə 1915-ci ildə texnologiyanın olmadığı bir dövrdə bu köç prosesində müəyyən ermənilər həlak oldular, öldülər. Və ermənilər bunu soyqırım kimi başladılar qələmə vermə. Amma faktiki olaraq soyqırım nədir? Soyqırım odur ki, dövlətin özünün qərarı olur, hökumətin qərarı olur ki, bu millətə öldürülməsi ilə bağlı məqsəd yönlü iş və siyasət aparılsın. Türkiyədə isə nəinki bununla bağlı qərar olmayıb, siyasət olmayıb, ümumiyyətlə düşüncə olmayıb. Ona görə Erdoğan vaxtı ilə ermənilər bunu dünya miqyasında yaymaq istəyəndə onların qarşısında bu çıxış edirdi ki, gəlin arxivləri açaq. Biz Osmanlının arxivini açaq. Gəlin baxın, siz də baxın, sizin dostlarınız da, sizi müdafiə edənlər də baxsınlar. Görək Osmanlıda belə bir qərar olubmu və yaxud da siz belə bir qərarı ortaya çıxarın. Yox da, bu soyqırım deyil. Əslində Türkiyə erməniləri qoruyub, bu ermənilərə olan yaxşılığın hər dəfə arxasında ermənilərin bir nankorluğu dayanır. Həqiqətən nankorluğu dayanır. Biz Sovet Respublikası qurulanda erməniləri bağışladıq o Bakıda, Gəncədə, Qubada, yəni Qarabağda törətdikləri Azərbaycanlılara qarşı bu soyqırım nəticəsində. Amma sonra da nə baş verdi? Yenə də arxamızdan bir xəncərlə vurdular. Ona görə ermənilər bunu öyrəşiblər və ermənilərin indi xilası və inkişafı Paşinyanla bağlıdır.
Paşinyan da bugün siz fikir versəz Qərb də müdafiə edir, aşağı yuxarı. Rusiya da müdafiə edir. Düzdür, bu biraz ictimai fikirdə başqa cür səslənə bilər, amma bunu bir mənalı şəkildə demiyorlar. Əgər vaxtımız varsa mən bunu bir qədər... Təxminən 2-3 dəqiqə, 5 dəqiqəlik vaxtımız var o məsələ. Birinci, bu günlərdə mediada bir məlumat ötürüldü. Ermənistanla Fransa arasında bir strateji müttəfiqlik barədə bir saziş imzalanacaq. İndiyə qədər yox idi, amma bu meydana çıxıb. Və ikinci bir tərəfdən Avropa İttifaqından, yəni Avropa ölkələri, xüsusilə də Fransanın simasında tez-tez bu cür bəyanatlar verir ki, biz Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyirik. Necə ki, gürcülər vizasız 3 ay müddətində gedib Avropada gəzib öz ölkələrinə qayıda bilirlər, işləyirlər. Ermənistana da biz bunu tətbiq eləyə bilərik deyə bir mesajlar çatdırılır. Bu nə ilə bağlıdır? Bu açıq şəkildə Paşinyanın dəstəklənməsindən bağlıdır. Çünki Ermənistanı xilas edir. Mən yenə deyirəm, revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi Ermənistan dövlətinin özünü təhlükə altına salır. Və Ermənistan ərazilərinin itirilməsi də bağlıdır. Yəni, məsələn, digər aspektdən baxanda, yəni Azərbaycan dövləti düzdür bunu demir, amma həmin qüvvələrin gəlməsi yeni bir şərait yarada bilər ki, Azərbaycan öz 18-20-ci illərdə mənsub olduğu ərazini qaytarsın. Yəni, belə bir situasiya yarana bilər. Ona görə o qüvvələr qoymur. Rusiya neyinir? Putin dəvət elədi Paşinyanı Kremldə, avtoritar bir ölkə, sözün boğulduğu, fikrin boğulduğu bir ölkədə, müxalifətin həbsxanada öldürüldüyü bir ölkədə Paşinyan Kremldə Putinin qarşısında fikirlər söylüyor. Onun fikrinə əks fikirlər söylüyor. Amma bu diyaloqda biz Rusiya və Ermənistan arasındakı münasibətlərdə yeni bir tendensiyanı üzə çıxartdıq mı? Putinin xəbərdarlığı nə idi? Rusiyada 2 milyona yaxın erməni yaşayır. SSR dağılandan sonra Rusiyada yaşayan, yəni miqrasiya edən xalqlara qarşı bu və ya digər şəkildə ayrı seçkilik həyata keçirilib. Xüsusilə də Azərbaycanlılara qarşı, Orta Asiyalılara qarşı. Bir dəfə də olsun elə fakt göstərə bilərsiniz, ermənilərə qarşı bu törədilib. Paşinyanla Putinin görüşündən sonra belə bir fakta rast gəldinizmi? Gəlmədik. Ancaq ermənilərdən istifadə ediblər Rusiyada yaşayan Azərbaycanlıları vurmaq üçün. Bu birinci faktordur. İkinci, Ermənistan Avrasiya İttifaqının üzvüdür. İqtisadi İttifaqının üzvüdür və Putin də açıq şəkildə deyirdi ki, sən necə ola bilər ki, bir iqtisadi birlik üzvü olasan, həm də digərinin üzvü olasan. Bu, adi elementar bir sualdır. Bu nəyi dəyişir? Heç nəyi. Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Azərbaycan prezidenti bu birliyin samitində iştirak eləmir, amma Paşinyan ardıcıl olaraq orada iştirak edir. İkinci bir tərəfdən Paşinyan açıq şəkildə deyir ki, həm də kollektiv təhlükəsizlik müqaviləsi. Mən onu deyim. Orada var, nə yox, orada yox. Burada sadəcə ictimai hərbi ittifaqda var, nə iqtisadi ittifaqda yox. Heç birində yox Azərbaycan. Kollektiv müqaviləsi təşkilatının üzvü kimi. Paşinyanın bu barədə Putinə dırnaqarası deyək, iradları oldu. Bu, indiyə qədər səslənilən fikirlərdən nəyindən seçildi? Heç bir şeylə. Ermənistan cəmiyyəti 2020-ci il müharibəsində çox böyük ümidli idi ki, KTMT gəlib Ermənistanın yanında olacaq və ona kömək edəcək. Və Rusiyaya qarşı bir nifrətləri yarandı. Bu nifrəti azaltmaq üçün nə etməli idi? Paşinyan orada deməli idi ki, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı Ermənistana kömək eləmədi. Və erməni cəmiyyəti bundan narazıdır. Bu fikri demək artıq erməni cəmiyyətində o toplanmış içərisində Rusiyaya qarşı nifrətin qarşısını alır. Bu oyunu qurmaqla Rusiya nəyə nail olmaq istəyir? Bu oyunu qurmaqla... Paşinyanla güya dava eləyirlər, aralarında müharibə var, amma əslində mahiyyət tamam bunun əksini göstərir. Gələcək üçün sanki yenə bir təhdid və münaqişə bir yaratmaq planları, sinari. Nədir bu oyun bu dəqiqə Rusiyaya nə qazandırır sizcə? Bu oyun nə qazandırır? Birinci, əgər Rusiyanın əlində Paşinyana alternativ olan və Ermənistan cəmiyyətinin qəbul elədiyi bir lider olsaydı onun üzərində işləyərdi. Rusiya gözəl bilir ki, Koçaryanın, Sarkisyanın və digərlərinin, indikilərin üzərində bu oyunu qurmaq mümkün deyil. Bunu Rusiya analitikləri çox gözəl hesablayıblar. İkinci, revanşist qüvvələri istinad etmək Ermənistanın itirilməsi deməkdir. Bir yanda Türkiyə var, bir yanda Azərbaycan var. Bu müharibənin qarşısını Rusiya da ala bilməyəcək. Çünki Azərbaycanın da beynəlxalq müttəfiqləri var. Yəni Rusiya burada açıq şəkildə o müharibəni aparmaq gücündə deyil və Ermənistanla əvəzinə də döyüşməyəcək təbii ki. Sadəcə olaraq Rusiya Ermənistanda qalmaq istəyir. O bayaqki faktları birini də ələ biləyək. Ermənistanda Rusiyanın hərbi bazası var, amma Azərbaycanda yoxdur. Bu özü çox şeyləri ifadə edir.
belə deyək də dırnaqarası qərb yönümlü Paşinyan necə olur ki, Hər tərəfdən Rusiyadan asılıdır. hər tərəfdən Rusiyadan asılıdır və bu asılılığı aradan qaldırmaq üçün bəzi bəyanatlardan başqa heç bir şey əməli hərəkətlə ifadə olunmur. Deməli, Rusiya konkret olaraq Putinlə Paşinyan arasında razılaşma var. Bu razılaşmada Ermənistanın, Rusiyanın təsir zonasında qalmasına xidmət edir. Artıq TRIP layihəsinin niyyət imzalanmasından bir ilə yaxın vaxt keçir. Avqustun 8-də bir il olacaq. Ermənistan bunun üçün hansı işləri görüb? Demək olar ki, Zəngəzur dəhlizindən bağlı bütün işlər Ermənistanda yubanır. Nə siyasi bir qərar var, nə iqtisadi baxımdan bir iş görülüb, yəni faktik olaraq o layihənin işlənməsi üçün Ermənistan heç bir iş görmür. Sadəcə olaraq quru bəyanatlar verir. Və Rusiyanın da təsiri ona ibarətdir ki, bu Zəngəzur dəhlizi üzərində nəzarət Rusiyada olsun. Və Paşinyanın təsiri də bundan ibarətdir. Paşinyan isə hakimiyyətdə qalmaq istəyir, təbii ki, hakimiyyətini davam etdirmək istəyir. Çox gözəl də başa düşür ki, iqtisadi baxımdan da, siyasi baxımdan da Rusiyanın Ermənistan üzərində böyük təsirləri var. Qurulan oyunlar, bütün ssenarilər buna xidmət edir. Bəli. Və bu təsirdən də bir ilə bir günə azad olmaq mümkün deyil. Ona görə də Rusiya ilə anlaşmaq lazımdır. Və Paşinyan da bunu çox məharətlə ifadə etməkdədir. Aydın, təşəkkür edirəm Mütəllim bəy. Çox maraqlı mövzulardır. Bunları təbii ki, müzakirəsinin növbəti buraxılışlarımızda da yenə görüşüb ətraflı şəkildə davam etdirəcək. Studiyamızda olduğunuz üçün təşəkkür edirik. Mən təşəkkür edirəm. Minnətdaram. Belə dəyərli Mediatürk TV izləyiciləri, gündəm masada verilişinin bu saat olan canlı yayın buraxılışı yekunlaşır. Studiyamızda isə dəyərli qonağımız Ədalət Partiyasının sədri Mütəllim bəy Rəhimli idi. Onunla birgə Cənubi Qafqazda və regionda, dünyada baş verən ən mühüm hadisələri gərgin gedişatı təhlil etməyə çalışdıq. Yayımızı sonadakı izlədiyinizə görə bir daha təşəkkürümüzü bildiririk. Verilişimizi bəyənin, kanalımıza abunə olmağı unutmayın. Gün ərzində isə digər efirlərlə yenidən görüşəcək. Gözünüz Mediatürk TV-də olsun. Kəlbəcərin möcüzəsi, təmiz havası, sərin bulaqları, min dərdə dəva çiçəkləri, əzəməti, enerjisi ilə Bakıya gəlib. Kənd Baba Kəlbəcər balını sizə yollayıb. Kənd Babanın Kəlbəcər balı Duty Free-nin, Port Bazarın bəzəyidir, balların şahıdır. Kənd Baba Kəlbəcər təbiətinin ürəyindən süfrəmizə süzülən ruhdur. İndi sifariş edin. Vallah, əsl Kəlbəcər balı hər zaman tapılmır.